Uşağınız qucaqda plastilin kimidir. Bu əlaməti gözdən qaçırmayın. Əgər körpənizi qucağa götürəndə elə bil əllərinizdən sürüşürsə, bu videonu mütləq izləyin. Valideynlər bunu çox vaxt belə təsvir edir. Doktor, uşağım çox rahatdır. Qucaqda özünü yığa bilmir, başını saxlaya bilmir. Əslində bu rahat uşaq olmaq deyil. Bu nevroloji bir problemdir. Bu hipotoniyadır. Yəni əzələ tonusunun azalmasıdır. Hipotoniya bir diaqnoz deyil. Bu bir şikayətdir. Bu bir əlamətdir. Hipotonik körpələr adətən başını gec tutur, oturması, yeriməsi gecikir. Uşaq sanki yumşaq kukla kimidir. Əl-ayaqlarını həddən artıq elastik hərəkət elətdirə bilirlər. Yaxud da çox zəif olur. Çevrilmədə, çönmədə uşaqlar çətinlik çəkirlər. Bəzən burada altda yatan səbəblər var. Bu səbəblər nədir? Genetik xəstəliklər, sinir əzələ xəstəlikləri, metabolik xəstəliklər və mərkəzi sinir sisteminin zədələnməsi. Valideynlərin ən böyük səhvi isə budur. Biraz da gözləyək, öz-özünə keçəcək. Heç bir nevroloji problem öz-özünə getmir, düzəlmir. Halbuki erkən diaqnoz qoyulan uşaqlarda fizioterapiya, reabilitasiya və lazımi gəldikdə müalicə ilə xeyli irəliləşlər əldə etmək olar. Unutmayın, hipotoniya nə qədər tez qiymətləndirilərsə, uşağın gələcək inkişafına bir o qədər müsbət təsir etmək mümkündür.